Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd, hər bir insan istəyir ki, onunla yaxşı davranış eləsinlər. Yəni, yaxşı davransınlar. Heç bir insan istəməz ki, onunla pis davransınlar. İstəyir cavan vaxtı, istəyir uşaq vaxtı, istəyir yaşlı vaxtı, istəyir müəllim olsun. Və ona görə də hər bir insan çalışmalı ki, başqalarla da gözəl müamilə eləsin. Yəni, gözəl münasibət eləsin onlarla. Şeyx Hüseyin də rahmetullah aleyhi buyurur ki, ينبغي أن يعاشر الخلق بحسب منازلهم فالكبير له التوقير والاحترام والصغير يعامله بالرحمة والرقة المناسب لحاله والنظير يعامله بما يحب أن يعامله به. Hər bir insan ona nə cür müamilə etməyi, münasibət qurmağını istəyirsə, o da qarşılığını olmalıdır. Yəni ki, o da onlarla gözəl münasibət etməlidir. Böyüklə, ehtiramla, ona sayğı duymaqla, balacanla, kiçiklə, ona rəhmət etməklə və diqqətli olmaqla və ona hansı halda münasibsə, o halda müamilə etmək lazımdır. Və həmçinin ümumiyyətlə hər bir məsələdə gərək buna diqqət eləyəsin. Nə üçün? Deyir ki, burada sənə nə cür müamilə olmağını istəyirsənsə, necə münasibət olmağını istəyirsənsə, sənə necə sayğı duymaqlarını istəyirlərsə, sən də o cür sayğı etməlisən insanlara qarşı. Və xüsusən də məsələn, əmirlərdir, yəni onlara qarşı, yəni onların haqqını vermək və onlara qarşı çıxmamaq və onların haqqında harada gəldi, nə gəldi danışmamaq. Çünki onların hörmətini salır, onların heybətini salır. Ona görə onların heybətini qoruyub saxlamaq lazımdır ki, insanlar arasında xüsusi hörməti olmalıdır. Və həmçinin ağsaqqal deyirik, yaxşı adam və müəllimdir. Məsələn, başqa alimlərimizdir, xüsusən burada qeyd etmək istəyirəm ki, məsələn, alimlərə xüsusi ehtiram lazımdır. Çünki alimlərin getməsi dinin getməsi deməkdir. Və ona görə də xüsusən də kiçik yaşlı uşaqlara, yəni ki, balacalara da gözəl şəkildə. Resulullah sallallahu aleyhi ve sellem həmişə görərdim ki, uşaqlara salam verərdi, uşaqlara başını sığallayardı. Bir gün Ənəs radiyallahu anhu Resulullah sallallahu aleyhi ve sellemin xidmətçisi olub, yəni onun yanında olub həmişə daim. Deyir, bir iş dalğı göndərmişdi Resulullah sallallahu aleyhi ve sellem mənə göndərdi. Mən də uşaqları gördüm, oynamağa başım qarışdı, yadımdan çıxdı getmək. Və bir də gördüm ki, Resulullah sallallahu aleyhi ve sellem yanımdadır. Mənə heç nə demədi. Mənə başımı sığalladı, gülə-gülə. Yəni ki, nə danlamadı, nə təhqir eləmədi, nə vurmadı, heç nə demədi. Yəni yadımdan çıxarmışam mı? Bilir ki, uşaqdır və gözəl müamilə elədi. Ona görə də, yəni hətta əsəbləşsən belə də uşaqlarla gözəl müamilə etməlisən. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, böyümüzə hörmət etməyən, kiçiyimizə rəhm etməyən bizdən deyil. Və ona görə ümumiyyətlə insanlar arasında necə lazımsa o cür rəftar etmək lazımdır. Gözəl şəkildə yəni. Yəni hamısının öz yerinə görə münasibət eləmək lazımdır. Allah subhanahu taala bizi bağışlasın, Allah bizə rəhm eləsin, Allah bizi yaradılışımızı gözəl etdiyi kimi əxlaqımızı da gözəl etsin. Allah da bizə xeyir qapıları açsın, rəhmət qapıları açsın. Allah əsgərlərimizi qorusun, Allah ölkəmizi qorusun, ölkə başçımızı qorusun, xeyir üzərində etsin. Allah bütün müsəlmanlara kömək olsun. Allah xəstələrimizə şəfa versin. Allah subhanahu taala bizi xəstəliklərdən qorusun, bəlalardan qorusun. Subhanakallahumma bihamdik, nəşhədən la ilahe illə əntə, nəstəğfiruka və nətubu ileyk.